Deməli, sifət mövzusunda nələrə baxacağıq? Sifət əsas nitq hissəsidir. Əsas nitq hissəsinin xüsusiyyətlərini daşıyır, yəni suala cavab verir, cümlə üzvü olur, söz yaradıcılığında iştirak edir, daha sonra yeni sözlər yarada bilir və s. Sifətlə bağlı əsas qarşıdırılan məsələ ümumiyyətlə sadə düzəltmə mürəkkəb olur, quruluşa. Bunları deməyə ehtiyac yoxdur. Onsuz ki, bunun nəzəriyyəsini oxuyasınız özünüz. İndi dərəcələrinə toxunmazdan əvvəl zərflə fərqlərini demək lazımdır. Bilirsiniz ki, zərfi keçmişik. Zərfi keçəndə dedik ki, digər nitq hissələrinin sözlərini yığıb yeni bir nitq hissəsi yaranır. Və zərfin hər hansı bir xüsusiyyəti, məsələn, fərqləndirməkdən ötürü sifətdən, zərflə sifəti, feilə aid olmamağına baxacaq. Məsələn, yaxşı sözünü götürək də. Yaxşı sözü həm zərf ola bilər, həm sifət ola bilər. Məsələn, yaxşı adam desəm, sifət olur. Niyə? Çünki adam isminə aiddir. Məsələn, yaxşı danışır desəm, feilə aiddir deyə, hərəkətə aiddir deyə olacaq zərf. Qısaca, hərəkətə aid olan, hərəkət anlayışına aid olan zərf olur. Amma əşya anlayışına aid olan sifət olur. Yəni, burada fərqli cəhətlərdən ibarətdir. Hərəkətə aid olan sifət ola bilər ki, yəni hərəkətə aid olsun, yenə mən onu sifət götürüm. O da necə ola bilər? Rəng anlayışı bildirsə. Məsələn, qırmızı geyinmişdi. Əslində mənasında tam hərəkətə aid olmaq yoxdur burada. Belə deyək də, əslində bu mənası necədir? Qırmızı rəngdə geyinmişdi mənasında. Sadəcə qırmızı geyinmişdi və yaxud da qırmızı danışır tipində bir dənə fraza birləşməməli qırmızı danışır. Yəni və yaxud da qırmızı adamdır. Yəni utanmaz mənasını bildirir. Oradakı qırmızı sözünə mən zərf deyə bilmərəm. Çünki zərfin rəng bildirmək anlayışı yoxdur. Zərf hərəkətin əlamətini, keyfiyyətini, yəni miqdarını və s. bildirir, tərzini və s. Onun rəng bildirmək anlayışı yoxdur deyə hərəkətə aid olan rəng sözləri hər halda sifət kimi götürüləcək. Daha sonra bu digər sözlərə də aiddir. Məsələn, dümdüz sözü və yaxud da dimdik sözü, bu tipli sözlər var ki, bunlara da aiddir ki, bunlar da həm yerinə görə zərf, həm də sifət ola bilər. Ola bilər, deyə bilərsiniz ki, məsələn, dümdüz sözü dərəcəyə görə dəyişib də, mən onu niyə zərf götürürüm? O, yəni dərəcə məsələsinə baxmır. Hərəkətə aiddirsə, istənilən halda rəng anlayışını çıxıram, olacaq zərf. Yəni, mən onu sifətə aid edə bilmərəm. Bir də, məsələn, cümlə deməyim, daha doğrusu söz verə bilər. Qırmızı oldu. Məsələn, o utancından qırmızı oldu. Məsələn, belə bir ifadə verə bilər də, məsələn. Burada deyək ki, sifət işlənmişdir. Burada sifətin olmadığını hardan bilirəm? Mürəkkəb feilləri keçəndə demişdik ki, olmaq, etmək, bilmək tipli sözlər özdən əvvəl gələn sözlə bir yerdə mürəkkəb feil əmələ gətirir. Mürəkkəb feil əmələ gətirir deyə mən burada bu qırmızı olmaq ifadəsini bir yerdə baxacam. Yəni, mən buna oldu nə qırmızı deyə bilmərəm. Yəni, bu ifadədə sifət yoxdur. Sadəcə mürəkkəb feil var. Daha sonra, məsələn, sifət işlənib, amma sifət müstəqil cümlə üzvü deyil. Məsələn, cümlə üzvlərini keçəndə demişdik də, bəzən ola bilər ki, məsələ feil, sifət feili bağlamanın tərkibində olsun və bunda həmin tərkib nədirsə, məsələn, zərfsə, həmin sözlər də, onun tərkibinə daxil olan sözlər də zərf olacaq və yaxud da təyin olacaq, tamam olacaq və s. Məsələn, evə yeni köçənlər bu adamlardır. Məsələn, burada adamlardır. Nə bu? Hansı bu? Daha doğrusu kim? Evə yeni köçənlər. Burada mübtəda funksiyasındadır və əgər mənə desə ki, sifət cümlədə müstəqil cümlə üzvüdür, sifət cümlədə müstəqil cümlə üzvü deyil. Sifət cümlədə
Fe'li sifət tərkibinə daxildir və cümlədə mübtəda funksiyasını yerinə yetirir. Amma müstəqil şəkildə deyil. Sonra bəzən ola bilər ki, cümlə verə bilər sizə. Deyək ki, məsələn, hansında sifətin işlənib işlənməməsini dəqiqliklə demək mümkün deyil. Bu tipli suallar düşərsə, əgər nə etməliyik? İki cür fikirləşmək var. Məsələn, mehriban danışır. Mən bunu həm kiminsə mehriban danışığı mənasını, yəni səmimi danışığı mənasını düşünə bilərəm. Həm də danışırdı ki, mehriban o mənada fikirləşə bilərəm. Məsələn, sevinç düşünürdü. Sevinç düşünürdü. Nəsə də o tipli cümlələr ola bilər ki, məsələn, xoşbəxt gülürdü. Bir məsələn, kim xoşbəxt mənasında, bir də necə gülürdü, xoşbəxt gülürdü, o mənada fikirləşə bilərəm. Hər mənada olsa da, məsələn, burada mənə versə bu cümləni, əgər mən burada yenə deməyəcəm sifət var. Niyə? Çünki danışmaq sözü hərəkətdir. Hərəkətə aid olan söz biri zərfdir. Deməli, burada heç sifət yoxdur. Yəni, mən bunu xüsusi isim kimi fikirləşsəm, onda isim olmuş olur. Yəni, sifət olmuş olmur. Ona görə sizə elə bir cümlə verəcək ki, cümlənin hərəkətə aid olub olmamasına da baxın. Hərəkətə aidsə, mən onun sifətini götürə bilmərəm. Aha, sonra, məsələn, başqa bir cümlə deyim, onu, məsələn, Nadir heyvanlara baxmağı sevirdi. Biri var kim Nadir, bir də necə heyvanlar, Nadir heyvanlar. Bu şəkildə həm sifət, həm isim kimi düşünə bilirəm. Sonra, indi say keçəndə deyəkdik, daha doğrusu keçmişik, demişik. Sayda bəzi saylar var ki, özündən sonra gələn ismi cəmdə tələb eləmə funksiyası var. Məsələn, bir sürü bir çox saylar var ki, bunlar özündən sonra gələn ismi cəmdə tələb eləyə bilər. Cəmdə tələb eləyir daha doğrusu. Bu sifətə də aiddir. Bütün sifətlərə yox amma. Eyni sifətdir. Məsələn, şirin sözü. Sifətli və eyni sifətin təkrarı ilə yaranmış söz. Bu söz özündən sonra gələn ismi cəmdə tələb eləyəcək. Məsələn, şirin meyvə deyə bilmərəm. Məsələn, şirin meyvə yeyirdi. Bu cümlədə şirin meyvə yeyirdi mənası nədir? Yəni, meyvəni şirin yeyirdi mənasıdır. Bir də var deyirəm ki, şirin meyvələr yeyirdi. Burada artıq nə olur? Birində cəm şəkilçisini işlətdim. Şirin sözü meyvə sözünə aid oldu və sifət oldu. Amma mən burada cəm şəkilçisini işlətməsəm, şirin meyvə yeyirdi. Burada artıq şirin sözü zərf olur. Niyə? Çünki hərəkətə aid olmuş olur. Sonra, başqa nə var idi? Məsələn, IV şəkilçisi var. Bir də təkcə I şəkilçisi var. Yəni, I üstü 4-də belə deyək. Bunları mən necə fərqləndirəcəm ki, hansına aiddir? Əgər əlamət bildirirsə, o I üstü 4 demək. Amma yox, keyfiyyət bildirirsə, bu IV şəkilçisidir, yəni bir variantı şəkilçisidir. Məsələn, elmi, sonra inqilabi sözü, sonra nə? Gümüşü, bir də qızılı. Mənə deyir ki, deməli, elmi, inqilabi sözləri, keyfiyyət bildirən sözlərdir. Keyfiyyət bildirdiyini hardan bilirəm? Məsələn, elmi əsərdir və ya da inqilabi bir əsərdir də, məsələn. Mən o əsəri oxumamış, bilə bilərəm onu? Yox. Sifətdə əlamət keyfiyyət anlayışı da elədir. Əlamət odur ki, üzdə olan bir şeydir. Məsələn, bir insanın gözəl olması və yaxud da uzun olması və yaxud da kök olması, arıq olması. Bu, xarici görünüşdən görünən bir şeydir və yaxud da kitabın qalın olması. Bu, görünür deyə kənardan. Ona hər hansı bir şey lazım deyil. Amma məsələn, kitabın maraqlı olmasını mən kitabı oxumamış bilə bilmərəm. Bu, onun artıq keyfiyyətidir. İnsanla danışmamış, məsələn, onun mehriban olması və yaxud da acıdil olması və yaxud da pis xislətli bir insan olmasını bilə bilməzsən. Bu da eyni məntiqdir. Əlamət dediyin üzdədir, keyfiyyət dediyin daxildədir. Yəni, sən onu daxili oxumamış, yəni necə deyim, tanımamış bilə bilməzsən.
Eyni zamanda onu deyirdim ki, elmi və inqilabi sözləri hər ikisi keyfiyyət bildirən anlayışlar. Ki, mən həmin onunla bağlı anlayışı öyrənməmiş bilə bilmərəm onun elmi və yaxud da inqilabi olduğunu. Gümüşü və qızılı sözləri isə əlamət bildirir. Niyə əlamət bildirir? Məsələn, gümüşü qabdır və yaxud da qızılı rəngdə qabdır. Mən onu kənardan baxan kimi bilə bilirəm də onun rəngini, rəng anlayışını və yaxud da ölçü olsa, lap ölçü anlayışı olsun. Onları bilə bilirəm deyə bu olur artıq onun əlaməti. Deməli, əlamət bildirənlər olacaq i üstü 4, ı üstü 4 fərqi yoxdur. Amma keyfiyyət bildirənlər olacaq i, v. Sonra. Deməli, l şəkilçisini isimdən bilirsiniz, keçmişik. L şəkilçisi həm sifət düzəldir, həm isim düzəldir. Necə fərqləndirəcəm? Məsələn, bir dadlı sözünü yazıram, bir də məktəbli sözünü yazıram. Şimdi dadlı sözü və məktəbli söz arasındakı fərq nə? Əgər söz sifət yaradıbsam, mən həmin şəkilçini silib yerinə olan sözünü yaza bilirəm. Məsələn, dadlı yemək nə deməkdir? Dadı olan yemək deməkdir, düzdür? Amma məktəbli uşaq, məktəbi olan uşaq demək deyil. Qısaca, şəkilçini silib olmaq sözünün yerinə əvəz edirəm. Əgər alınırsa, deməli sifət düzəldir. Yox, alınmırsa, deməli isimdir. Başqa bir necə fərqləndirə bilərsiniz? Əgər bir söz ki, şəxs anlayışını bildirir, yəni həmin nəyi fikirləşəndə mənim gözümdə bir əşya canlanır, bir şəxs canlanır, deməli həmin söz isimdir. Yox, əgər həmin sözü fikirləşəndə mənim beynimdə şəxs və ya əşya yox, həmin şəxs və əşya ilə bağlı hər hansı bir əlamət və keyfiyyət canlanırsa, bu artıq sifət adlanır, isim adlanmayacaq. Sonra, bir də bəzi sözlər var ki, onlar hər ikisi mənasında fikirləşə bilər. Məsələn, yerli sözüylə dağlı sözlər var ki, bunlar hər ikisində fikirləşilə bilir. Yəni, hər iki həm isim mənasında fikirləşə bilərəm, həm sifət mənasında fikirləşə bilərəm. Yerli, məsələn, sözü biri var kiminsə yerlisi mənasında, yəni eyni yerdə yaşayan insan mənasında və yerli mal, məsələn, o mənada işlədə bilərəm. Sonra, uyğun sözü deməli, isimdən yaranıb, feildən yaranıb və feildən düzələn sifətdir. İndi, uyğun sözü feildən düzələn sifətdir. Feildən düzələn sifətlə feil sifətin arasındakı fərqi də izah eləyə keçək. Məsələn, ağlayan və ağlayan sözlərdir. Bunların fərqi nədir? Mən nə biləcəm, hansı sifətdir, hansı feil sifətdir? Feil sifət olması üçün həmin anlayışın qısa müddətdə olması lazımdır. Amma sifət olması üçün o bir xasiyyət mənası olmalıdır. Necə uzun müddətli bir şey olmalıdır. İndi izah eləyək. Ağlayan nəyə deyilir? Ağlayan, çox ağlayan uşağa deyilir də, məsələn. Çox ağlayır, adı nə qoyublar? Ağlayan qoyublar. Və yaxud da güləyən. Çox gülən insana güləyən deyilir. Ağlayan nədir bəs? Gülən nədir bəs? Hal-hazırki vəziyyətdə ağlayırsa, məsələn, onu deyirəm ki, ağlayan. O ağlayandır da, məsələn. Deməli, feili sifətdə əlamət qısa müddətlidir, amma sifətdə əlamət uzun müddətlidir. Digər başqa bir asan bir yol nədir? İnkarda işlədir. İnkarda işlənirsə feil sifətdir. İnkarda işlənmirsə feildən düzələn sifətdir. Ağlayan, ağlamayan deyə bilirəm. Amma ağlayan, ağlamağan deyə bilmirəm. Ona görə ikincisi sifətdir, birincisi feil sifətdir. Niyə feil sifətdir? İnkarda olan. Çünki inkarda işləmək feilin xüsusiyyətidir ona görə. Sonra, əlaçı sözü. İsimdir, sifət deyil. Sonra səhv sözü isimdir. Rəngin sözü var ki, rəngin sözü sifətdə əslində rəngarəng mənasını bildirir. Biri var, mən bunu iki mənada düşünə bilirəm. Bir sənin rəngin, məsələn, o mənada. Bir də rəngin rəngarəng deməkdir. Yəni, həm sifət mənası var, həm isim mənası var.
isim demeyeyim də, yəni bir sadə isimdir, bir də sifət mənası, sadə sifət mənasına düşünülə bilər. Sonra cümlə verə bilər, deyə bilər ki, məsələn, cümlədə olan feillər, sifətlər daxil, yaxud da deyə bilər ki, cümlədə sifət işlənirmi, işlənməyibmi? Səbirli və məsələn, dözümlü olan qazanacaq. Bu sözdə səbirli və dözümlü sözdən görə bu saat deyəsiniz ki, hə, 2 dənə sifət var. Amma əgər fikir versəz görərsiniz ki, burada olmaq feili var. Olmaq feili varsa və olmaq feili hər ikisinə aiddir. Həm səbirli olmaq, həm dözümlü olmaq. Səbirli sözdə, dözümlü sözdə olmaq sözünün tərkibindədir və mürəkkəb feildir. Yəni bu cümlədə hər hansı bir sifətdən söz gedə bilməz. Ona görə sifəti yəni cümləyə baxanda diqqətlə baxmaq lazımdır. Sonra sifətin isimləşməsi məsələsi var. Onu toxunaq. Sifət isimləşməsi nə deməkdir? İsmin sifətləşməsini keçmişdik keçən səfər. İsmin sifətləşməsi deyəndə birinci onu deyə, sonra o birinə keçək. 2 dənə isimdir. İsim da gəl. İsim bərabərdir. Birincisi sifətləşir artıq. Amma ikincisi yeni isim olaraq qalır. Məsələn, yazıram ki, qızıl üzük. Ayrı-ayrılıqda qızıl sözü, üzük sözü isimdir, düzdür. Amma bir yerə gətirəndə qızıl sözü sifətləşir. Amma bu o demək deyil ki, o sifət. İsimdir, yəni. İndi gəldik, bu sayda da belədir, eyni qaydadır. Sifətlə sayın isimləşməsi eynidir. İndi gəldik sifətin isimləşməsi. Sifətin isimləşməsi də sifət özündən sonra gələn ismi atır, onun üzərindəki şəkilləri götürür üzərinə. Məsələn, gözəl qızlarımızdan biridir. Mən bunu isimləşdirsəm, necə isimləşdirəcəm? Qız sözünü atıram, isim sözünü atıram. Onun üzərindəki şəkilçiləri verirəm gözəl sözünün üzərinə. Yəni olacaq gözəllərimizdən biridir. İndi mən bu gözəl sözünə deyə bilərəmmi ki, sifətdir? Bəli, sifətdir, amma isimləşmiş sifətdir. İşdə gəldim, sifət isimləşərkən nə qazanır? Mübtəda olma funksiyası, tamamlıq olma funksiyasını qazanır. Məsələn, ismi aid şəkilçilər qəbul edə bilir. Bəs nə funksiyasını saxlayır? Sifətə aid bütün funksiyalarını itirir. Yalnız sifətin dərəcə əlaməti bildirmək xüsusiyyəti var ki, onu saxlayır. Yəni, isimləşsə belə dərəcə əlaməti bildirə bilər. Məsələn, çox gözəl qızlarımızdan biridir. Çox gözəllərimizdən biridir. Yəni, yenə eyni formada deyə bilirəm. Dərəcə əlamətini saxlayır. Daha sonra başqa nə var idi? Köy şəkilçisinin işlənmə məsələsi var. Köy şəkilçisi deməli, həm isim yarada bilər, həm sifət yarada bilər. Amma dakı şəkilçisi həmişə sifət yaradır və parçalanmır. İndi köy şəkilçisini məsələn, bizimki sözündə bir də yazaq dünənki. 2 dənə söz. Hər ikisində köy şəkilçisi var. Amma biri isimli, biri sifət. Əgər qrammatik şəkilçidən sonra qoşulubsa köy şəkilçisi, o isim yaradacaq. Yəni, bu isim olacaq. Amma yox, sözün kökünə qoşulubsa, birbaşa kökə daxil olubsa, belə deyək, o olur sifət. Belə. Başqa nə var idi? Sifətin dərəcələrini biraz danışaq. Sifətin dərəcələri deyəndə 3 dərəcə sözünü göstərir. Azaltma, adi, çoxaltma dərəcəsi. Adi dərəcənin heç bir yəni xüsusiyyəti yoxdur. Bütün o deyə məsələn digər hallarda olmayan sözləri atırdıq ismin adlı halının üstünə. Eyni zamanda burada da elədir. Digər dərəcələrə uyğun olmayanlar deyəcəm ki, adi dərəcədir. Bütün sifətlər dəyişə bilirmi? Dərəcəyə görə yox. Bütün sifətlər dərəcəyə görə dəyişə bilmir. İndi gələk azaltma dərəcəsinə.
Azalma dərəcəsi həm morfoloji, həm sintaktik yolla düzələ bilər. Morfoloji yoluna şəkilçilər daxildir. Məsələn, ımtıl, ımtraq, ımsov və s. və s. Rak, şın, sov və s. Məsələn, sarışın adi dərəcədir, azaltma dərəcəsindədir. Məsələn, qırmızımtıl, yaxşı rak və s. kimi sözlər daxildir. Bəs sintaktik yola nə daxildir? Ala, açıq, təhərkəm, bir də az sözü daxildir. Ala ilə açıq dərsinə yazılacaq, təhərlə kəm bitişik yazılacaq, az sözü də ayrı yazılacaq. Sonra gəldik çoxaltma dərəcəsi. Çoxaltma dərəcəsi də həm morfoloji, həm sintaktik yolla düzələ bilər. Morfoloji yolla bir cacə şəkilsi. Çoxaltma dərəcəsi də iki yolla düzəlir. Morfoloji və sintaktik yolla. Morfoloji yolda şəkilçilər daxildir buraya ki, bir cacə şəkilçisini daxil edə bilərik buraya. Məsələn, xırdaca, zorbaca və s. Balaca sözü bir dənə istisnadır ki, balaca sözü adi dərəcədə hesab olunur, adi dərəcədə sadə sözdür. Bir də mıpırısı samitlər var. Deməli, bu samitlər nə işə yarayır? Sözün ilkin tərəfini, məsələn, deyək ki, mavi sözünü götürək. Mavi sözünün bu ilk sait bitənə qədər olan hissəsini götürürəm. Yəni, ma hissəsini. Sonra bu samitlərdən birini artırıram. Sonra həmin sözü. Mavi sözü necə olacaq? Masmavi şəklində. Və yaxud da göy, gömgöy şəklində. Qırmızı, qıpqırmızı və s. Bir dənə ağ sözü iki formada ola bilər. Bir, ap-ağ formasında, bir də ağappaq formasında ola bilər. Yəni, bunun hər ikisi düzdür. Sonra bir də sintaktik yolla var. Sintaktik yolla da bir sürü sözlər var ki, ədatlardır. Ədatlara ən, lap, sonra daha, olduqca, çox ədatlarını daxildir ki, bu ədatlar ayrı yazılır sözlərə, bitişik yazıla bilməz. Sonra pünkt və düm hissəciyi var. Pünkt deməli ki, defsinə yazılır, düm hissəciyi isə sözü bitişik yazılır. Onu da yazaq. Pünkt defsinə bitişik yazılır. Bundan başqa, deməli bu sözlər, ümumiyyətlə bu danışdıqlarımızda sifətin üzərinə artırılmalıdır. Sifətin üzərinə artırılsa hər hansı bir dərəcə əlamətinə söhbət gedə bilər. Əgər o ismin üzərinə artırılsa, mən orada hər hansı bir dərəcədən danışa bilmərəm. Məsələn, tünd xasiyyət sözündə, tünd xasiyyət nədir? İsim. Mən orada deyə bilmərəm ki, çoxaltma dərəcəsi. Çoxaltma dərəcəsi deyil, sadəcə mürəkkəb sifətlərdir. Amma dərəcə hesab olunmurlar. Sonra kəm savaddır, kəm ağıldır, kəm hövsələ tipli sözlər var ki, bunlar da adi dərəcədə hesab olunur. Bundan başqa nə var idi? Başqa bir də məsələn, bumbuz, bimbiz tipli sözlər var ki, bunlar da adi dərəcədə hesab olunur. Çünki bizdir, buzdur, bunlar isimlər. Ona görə. Bizdə ki, bu biz mənası, siz biz mənasında deyil. İynə mənasında ki, bizdə ona görə. Sonra açıq, aşkar və açıq, aydın sözləri var ki, burada aydın və aşkar sözləri hər nə qədər sifət olsa da, açıq, aydın və açıq, aşkar sözləri mürəkkəb sifət hesab olunur və adi dərəcədə hesab olunurlar. Yəni, mən onlara çoxaltma dərəcəsi və azaltma dərəcəsi deyə bilmərəm. Amma ki, məzmununda həmin sözlərin çoxaltma dərəcəsinin əlaməti var. Yəni, çoxaltma dərəcəsi xüsusiyyəti. Amma adi dərəcənin özləri adi dərəcədədir. Əlamətləri azaltma dərəcəsindədir.
Mənaca da çoxaltma dərəcəsini bildirilir. Amma yenə də mən bunlara adi dərəcə deyəcəm. Açıq aşkar biri var, məsələn deyirsən ki, o aşkar danışırdı. Bir də var, açıq aşkar danışırdı. Mənasında nisbətən çoxaltmalıq var. Amma yenə deyirik, adi dərəcədə hesab olunurlar. Sonra büsbütün sözü deməli zərf hesab olunur. Mən buna sifət deyə bilmərəm. Əvəzlikdən yaranmış zərf hesab olunur büsbütün sözü. Və hər hansı bir dərəcə əlaməti yoxdur burada. Sonra fe'li sifətdə ürəyə yatan söz belə yazıla bilər. Bir də bu şəkildə yazıla bilər. İki cür yazıla bilər. Əgər ayrı şəkildə yazılarsa, onda fe'li sifət tərkibi də fe'li birləşmədir. Amma bitişik yazılarsa, onda deməli mürəkkəb sifət. Mürəkkəb sifət. Başqa nə var idi burada? Bəzi sözlər var ki, onların tam olaraq bilmirəm. İsimli mi, yoxsa sifətli? Onları yazaq, ümumiləşdirək. Deməli, əgər bir anlayış, ümumiyyətlə bunlar isimdir. Onu birinci yazaq. Bu üçüncü sifət. O heç, o özlüdür. Əgər bir anlayış, bayaq dedik, əşya şəklində bir obyekt şəklində varsa, həmin anlayış, həmin söz isimdir. Yox, əgər yoxdursa, deməli sifətdir. Qaçqın nəyə deyilir? Yurdundan dərkin düşən insana deyilir də və yaxud da köçkün, sürgün həmin onun prosesin adıdır. Bəs kəskin nədir? Bıçağın kəskinliyi ola bilər, sözün kəskinliyi ola bilər və s. Hər hansı bir əlaməti bildirir. Deməli, ilk 3 dənə isim olacaq, sonraki 3 dənə isə sifət olacaq. Sonra, sifətin xəbər mövqeyində çıxış eləmə məsələsi var. Xəbər mövqeyində çıxış eləsə, mən onu həmişə deməli ki, isimləşmiş deməyəcəm. Bəzən isimləşmiş olur, bəzən isə isimləşməmiş olur. Məsələn, bir deyirəm, Nüşabə kiçikdir. Bir deyirəm, Nüşabə kiçikdir. Bir də deyirəm, Nüşabə bu kiçikdir. İki dənə cümlədir. İndi fərqləri nədir? Birində deyirəm ki, Nüşabə necədir? Kiçikdir. Sifətdir, xəbərli şəkildə qəbul edilib, xəbər funksiyasındadır. Amma yenə də sifətdir də. Bir də deyirəm ki, Nüşabə bu kiçikdir. Kimdir? Kiçikdir. Kim? Nüşabə. Hansı? Necə kiçikdir? Bu. Hansı kiçikdir? Bu. Birində kim sualını verdim, birində necə sualını verdim. Bir belə tapa bilərsiniz ki, necə sualını verə bilərsiniz, bir də kim sualını verə bilərsiniz. Bir də məsələn, bir də əlamət keyfiyyət bildirmə məsələsinə baxa bilərsiniz ki, məsələn, əgər müəyyən bir keyfiyyəti bildirirsə, əlaməti bildirirsə, deməli sifətdir. Əgər əlamət keyfiyyət bildirmirsə, onda deməli isimləşibdir. Məsələn, deyirəm ki, Nüşabə kiçikdir. Burada Nüşabənin kiçikliyini bildirir də. Kiçiklik əlamətini bildirir. Amma Nüşabə bu kiçikdir deyəndə artıq mən burada işarə elədim onu. Nüşabəyə işarə elədim ki, məsələn, 5 dənə kiçik uşaq var. Deyirəm ki, Nüşabə bu kiçikdir. Onlardan biridir mənasında. Artıq burada əlamət keyfiyyətdən daha çox bir şəxsləndirmə var ona görə. Başqa sifətlər hər hansı bir şey yoxdur. Sifət bütün cümlə üzvləri funksiyasında da çıxış edə bilər. Həm də deməli sifət isimləşsə belə bir hara sualını qəbul edə bilmir. Bir ümumi xüsusi ola bilir, bir də mücərrəd konkret ola bilmir. Digər isim xüsusiyyətlərini qəbul edə bilir.